Zena, 5 döyüşçü seçin, qəbilə sizə əmanətdir, deyə göstəriş verdim. Zena qəhərləndi. Axı mən niyə gəlmirəm? Yenə qayıdacaq, həlledici döyüşə girmirik. Məncə hələ döyüş çox olacaq. Dur xanımın səsi gəldi. İtaət elə qızım, tələsmə. Çətin günlər hələ indi başlayır. Bizə də iş düşəcək, tələsmə. Təşəkkür edirəm Dur xanım, dedim. O xəfifcə təzim elədi. Zena 5 nəfər seçib çəkilənə qədər soruşdum. Deyin, ey üstünə qarşı çıxanlar, niyə onunla düşmənçilik edirsiniz? Bir döyüşçü dedi. Xalq üçün. Başqası. Ulu Claudius'un vəsiyyəti üçün cavabını verdi. Jean-Jacques dilləndi. Qaranlıq pərdələri yırtmaq üçün. Jelkosik. Təriqət üçün, dedi. Başqa döyüşçü. Canını qurban vermiş fədalərimiz üçün, dedi. Cavablar hamını təsirləndirmişdi. Coşqu ilə davam elədim. Bunların hamısı üçün. Ağrı acı içində gözlərdən axan hər damla yaş üçün. Ümidlə baxan gözlərə batırılan tikanların qarşısını almaq üçün. Zəif olduğu üçün əzilən, əzildiyi üçün özünə nifrət edən hər kəs üçün. Gücü çatmadığından nifrət edilən himayəçilər üçün. Heç vaxt qaysaq bağlamayan yaralar üçün. Hamı və hər şey üçün. Xalq üçün. Sözlərim onlarda bir qədər çaşqınlıq yaratdığı üçün duruxsalar da, mənimlə birlikdə xalq üçün deyə səsləndilər. Hamımız atlandıq. Uzaqdan baxan Zövəği işarə ilə qanunların güvəndə olacaqlarını dedi. Başımla təşəkkür edib İltiğinə qabağa keçmək tapşırığını verdim. İltiğin baxışları ilə hara deyə soruşdu. Yuxum gözümdə canlandı. Claudius'un Fedağa verdiyi təsəlli. İltiğinə cavab vermək istəyəndə yaranan qısa sükutla, Ülonun çox sərt səslə dişlərini sıxıb dediyi sözləri eşitdim. Sənə deyirəm, min atına! Geri çevriləndə gecə mənə xəncər çəkib, sonra da göz yaşları içində çadırdan çıxan zəhmli kişinin yerdə atının cilovundan tutub durmuş gördüm. Xəcalət çəkirdi. Az qalırdı yerə girsin. Zorla nəfəs alırdı. Mən səsləndim. Gəlmirsənə git. Başını qaldırıb mənə baxdı. Gülümsədiyimi görüb başını yenə aşağı saldı. Qəhərlənərək boğuq səslə dedi. Mən layiq deyiləm. Mən fikirləşənə qədər Dur xanım cavab verdi. Əslində, hamı xoşbəxt yaşamalıdır. Bu xoşbəxtlik isə əllərimizin içindədir. Bir qədər sakitlik oldu. O, qəfildən başını qaldırıb cəld atına sıçradı və mən İltiğinə dedim. Son mühafizəçi qonaqlarını gözləyir. Apar bizi İltiğin. Atlar hərəkətə gəldi. Özümüzə dəyən külək, xəfifcə silkələnən hündür ağaclar, dar və dolambac çığırlar yol boyu bizimlə olacaqdı. Dur xanım demişdi ki, hamı xoşbəxt yaşamalıdır. Necə də doğru demişdi. İstisnasız, hamı xoşbəxt yaşamalıdır. Mənə gecə xəncər çəkən döyüşçünün qətiyyətlə at çapması təəccüblü deyildi. O inamını itirmişdi. Özünə inamını, hətta özünü xain sayırdı. Və bizim hamımızın içindəki amansız məhkəmə onun da daxilində qurulmuşdu. Uğursuz və dəyərsiz olmaqda ittiham olunurdu. Cəzası da kəsilmişdi. Bədbəxt olmaq. Özü də bilmədən bu cəzaya boyun əyirdi. Ata minməməklə hələ də özünü amansızca ittiham edirdi. Özünü qınamaq pis şey deyil. Amma ümidi itirib, məyus halda bədbəxt olmaq şər qüvvələrin təlqinidir. İnsan vicdanı ucbatından, hər xətasından sonra göylərdən, həyatdan cəza gözləyir. Axı cəza olmadan da vicdanı sakitləşdirmək olar. İnam və ümidlə xətanı düzəltmək üçün zəhmət çəkmək də vicdanı sakitləşdirə bilər. Bəs insan niyə cəzaya tərəf qaçır? Və qarşıdan gələn hər bədbəxtliyə qucaq açır?
Halbuki hamı xoşbəxt olmalıdır. O döyüşçü indi qərar vermişdi. Xətasını anlamışdı və düzəltmək üçün anlamaq kifayət idi. Və düzəltmək üçün anlamaq kifayət idi. Alışıb yanan gözləri, liderinin xəncər çəkdiyinə görə özünü cəzalandırmaqdan əl çəkib, o xəncərlə liderini qoruyaraq xətasını düzəldəcəyini göstərirdi. Bu amansız məhkəməni Dur xanım dayandırmışdı. Mənim içimdəki məhkəməni Claudiusun dayandırdığı kimi. Amma indi məhkəmə yenidən qurulmuşdu. At üstündə düşünərək inancımı itirirdim. Çox yaxşı ittiham edirdim özümü. Tez-tez xəyallara dalaraq özümü aldadırdım. Xəyalı həqiqət hesab etməkdə usta idim. Bəlkə müjdələnmiş lider deyildim. Yoxsa xəyallara qapılıb bu insanları ölümə aparırdım. Uşaqlıqda zəif idim. Çox vaxt xəstə olurdum, cılız idim. Hamı da bunu mənə çox yaxşı hiss etdirirdi. Qonşumuzda məndən çox böyük olmayan uşaq vardı. Məni harda görsə üzümə tüpürərdi, gözlərim dolardı. Uzaqlaşmaq istəyəndə məni tutub gözlərimə baxar və ağlamağımdan həzz alıb doyunca gülərdi. Böyüklər də mənə qışqırıb, ağlatmaqdan zövq alar, sonra da qəhqəhə çəkərdilər. İtlərini üstümə qışqırdar. Az qala öləcək qədər qorxmağımdan həzz alardılar. Heç yadımdan çıxmır. 7 yaşım olanda uşaqlar qabağımı kəsdilər. Belə şeylərə görə evdən nadir hallarda çıxırdım. İndi atam mənim vasitəmlə dostuna xəbər göndərirdi. Ona görə qorxa-qorxa yola çıxmışdım və qorxduğum başıma gəldi. Uşaqlar məni saxlayıb yaxşı bəzənmədiyimi dedilər. Biri saçımı kəsməyə başladı. Mən heç nə etmədim. Heç nə. Tərpənmədim də. Qorxaq idim. Zəif idim. Burnumu çəkirdim. Gözümdən yaş axırdı. Uşaqlarsa doyunca gülürdülər. Saçımdan sonra sıra paltarlarımda idi. Gülünc vəziyyətə düşmüşdüm. İşləri qutaranda gedə bilərsən, dedilər. Gözümdən yaş axa-axa yoluma davam elədim. Bacardıqca səssiz ağlayır, özümü saxlayırdım. Atamın sözünü çatdırmamış qayıda bilməzdim. Yolda məni görən hamını yaxşıca əyləndirdim. Atamın dostunu da. Atamın sözlərini ona çatdırıb qayıtdım. Uşaqlar yolda oyun oynayırdılar. Heç vaxt heç kimlə oynamamışdım. Hamının məsxərəyə qoyduğu uşaqla kim oynayardı ki? Amma çox da tək deyildim, evdə pişiyim vardı. O mənimlə oynayırdı. Həmişə. Onun istəyi ilə evə girdim. Atam məni qəzəblə süzdü. Mənə görə dostları atamı məsxərəyə qoyurdular. Özlərinin çoxlu övladları ilə atamın yeganə xəstə oğlunu müqayisə edib gülürdülər. Atam qəzəbini basar, hikkəsini ona başqa övlad verə bilməyən anama tökərdi. Anam atamı çox sevirdi. Atamın ana qəzəblənməyinin səbəbi isə mən idim. Buna görə anam da, atam da mənə qəzəbli idilər həmişə. Mən içəri girəndə dişlərini sıxıb bura gəl dedi. Ağlamağa başladım. Daha sərt çağırdı. Yanına getdim. Şillə möhkəm tutdu. Yerə yıxılıb ağlamağa başladım. Atam güclü və sağlam olmağımı istəyir. Zəifliyimi görəndə dözə bilmirdi. Axı sən niyə beləsən? Deyə qışqıranda səsinin qəhərdən titrədiyini hiss etdim. Heç soruşmadı ki, sənə nə olub? Başına nə gəlib? Sualı sən niyə beləsən oldu. Bu sual uzun müddət yoldaşım oldu. Artıq özüm də tez-tez axı mən niyə beləyəm sualını verirdim. Ağladığımı görən pişiyim yanıma gəldi. Başımın üstündə duran atam kaş bunları xatırlamağın necə çətin olduğunu biləydiniz.
Uzun illər içimə atmış, xatırlamaqdan qaçmışdım. İndi isə xatırlayırdım. Kaş atamın təbii bir şeyə yox, mənə dəyəydi. Zavallı qaçıb getdi. Heç ağlamadığım kimi ağladım. Atam qəzəblə qapını çırpıb getdi.